Xaqan Film Kinostudiyası təqdim edir. Vətən ətirli oğullar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsində igid oğullarımız Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında zəfər sərnaməsi yazdılar. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik. Düşməni öz torpaqlarımızdan qovduq. Bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq. Tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır! Şərəf tarixini yaradanlar arasında Kəlbəcər rayonundan olan igid oğullarımız da vardı. Şəhid Ülfət Novruzoğlu Rızayev. Rızayev Ülfət Novruzoğlu 11 fevral 2000-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2007-ci ildə Kəlbəcər rayon 68 saylı tam orta məktəbin 1-ci sinifdə daxil olub. 2018-ci ildə orta məktəbi bitirib. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan ordusunun əskəri olan Ülfət Rızayev 2020-ci il sentyabrın 27-sində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Birinci döyüşü Murov dağ yüksəkliyində, Kəlbəcər ərazisində orada olmuşdur. Sonradan Xocavənd rayonunda döyüşdə olmuşdu, orada da yaxşı döyüş keçirmiş. Cəbrayildə, Hadrutda o vaxta qədər döyüşüb 5 noyabrda 6-sına gecəsi şəhid olmuşdu. Baladağı pis dərddir, Allah heç kimə göstərməsin, düzdür, qəhrəmandır, igiddir, fəxr eləyirəm. Aman çox ağır dərddir. O hər zaman deyərdi ki, bizim torpaqlarımız işğal altındadır, özə bizim ata yurdumuz Kəlbəcər rayonu və oranı deyə gedib görmək istəyirəm və gəzmək istəyirəm o torpaqların üstündə. Ayın 13-də bizə bildirdilər ki, 5 noyabrda Şuşa şəhərində şəhid olubdur. Oradan gəldi, Tərtər rayonunun Cəmilli kəndində axır mənzilə yola saldıq. Mən özüm Tərtərliyəm, yoldaşım Kəlbəcərlidir. Balalarım da burada dünyaya gəlibdir. Heç Kəlbəcər torpağını görməyiblər. Ancaq getdi elə özü aldı torpaqları. On 19 yaş yarımında olan oğlan 5 medal, 1 orden alıbdı. Müharibədə olan yoldaşları deyirdi, onun adını canavar qoymuşdu, canavar ləqəbi verib. 05 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 13 noyabr 2020-ci ildə Tərtər rayon Cəmilli kəndində dəfn edilib. Vətən uğrunda igidliyə görə və Şuşanın azad olunmasına görə medalı ilə təltif edilib. Azərbaycan tarixinə 44 günlük zəfər savaşını onlar yazdılar. Bu torpaqları vətən eləyən oğullar. Onlar özləri yaratdıqları tarixin vətən ətirli oğullarına çevrildilər.
qələbə, zəfər tarixini yazanlar da, yaşadanlar da onlar oldu. Vətən müharibəsinin hər günü bizi addım-addım qələbəyə çatdırdı. Bu torpaqlar qəhrəmanlarımızın sayəsində əsl sahibinə, bizlərə qayıtdı. Torpağı, vətəni yaşadanları yaşatmaqsa bizlərin borcudur. Qarabağ Azərbaycandır. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bu xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir.